Salam, hər vaxtınız xeyir olsun. Hörmətli Dost TV izləyiciləri, Ekspert Rəyinin növbəti buraxılışını bugün bir qədər fərqli formatda təqdim edirik. Biz hal-hazırda çox maraqlı, əhəmiyyətli bir konferansdayıq. Bu konferans rəqəmsallaşma və süni intellektin iş yerlərinə təsiri adlanır və bu konferans əməyin mühafizəsi, Ümumdünya Əməyin Mühafizəsi günü və ilk kollektiv müqavilənin 120 illiyinə həsr olunub. Bu çox maraqlı, əhəmiyyətli konferansın iştirakçılarından biz bugün bu verilişimizdə müsahibələr əsasında quracağıq verilişimizi və müsahibələri isə konferansın işindən mane olmamaq üçün foyedə alacağıq. Müsahibimiz Dövlət Əmək Müfəttişliyi Xidmətinin şöbə müdiri Vüsal Məmmədovdur. Vüsal müəllim, sizi salamlayırıq və təşəkkür edirik ki, bizə müsahibə vermək üçün vaxt ayırdınız və uğurlar arzulayırıq. Sizə bu təşkilin keçirilməsi ilə bağlı əslində çox gözəl keçir. Artıq demək olar ki, yarısı geridə qalıb tədbirin və təşəkkür edirik ki, bu əhəmiyyətli mövzuda, cəmiyyəti maraqlandıran mövzuda belə maraqlı və düşünürəm ki, faydalı müzakirələr üçün bir platforma yaratmışsınız. Və əvvəlcə elə bu konferansla bağlı başlayaq. Konferansın keçirilməsində məqsəd nə idi və gözləntilər nədir? Çox sağ olun Şahin. Bir daha təşəkkür edirəm sizə bu günü işıqlandırdığınız üçün. Bildiyiniz kimi, Ümumdünya Əməyin Mühafizəsi günüdür bugün və Beynəlxalq Əmək Təşkilatının təşəbbüsü ilə keçirilən bir tədbirdir. Bu tədbirin də keçirilməsində əsas məqsəd iş yerlərində sağlam və təhlükəsiz əmək şəraitinin yaradılmasına ictimai diqqətin artırılmasıdır və bu gün də biz sosial tərəfdaşlarımızla bir yerdə böyük bir tədbiri keçirməyi nəzərdə tutmuşuq və bu prosesə başlamışıq. Ümumilikdə xidmət olaraq bilirsiniz ki, əmək qanunvericiliyinə riayət olunmasına dövlət nəzarətini həyata keçirən Dövlət Əmək Vəzirliyi xidməti eyni zamanda da əməyin mühafizəsinə nəzarət hissəsində də bu tədbirləri həyata keçirilir və biz bununla bağlı artıq tədbirin də mövzusuna uyğun, bilirsiniz ki, bu ildə Beynəlxalq Əmək Təşkilatı hər il olduğu kimi bir devizdən çıxış edir və bu ilki devizimiz də bizim rəqəmsallaşmadır və süni intellektin əməyin mühafizəsinə təsiri mövzusudur. Bununla bağlı biz xidmət olaraq artıq bir neçə ildir bu prosesə başlamışıq ki, biz proseslərimizi maksimum dərəcədə rəqəmsallaşdıraq və bu elektron platforma üzərindən həm proaktiv deməli, qabaqlayıcı tədbirlərin həyata keçirilməsini... Bu tədbirlər nədir, Vüsal müəllim? Bax, çox maraqlıdır ki, əslində bütün dünyada gedən bir prosesdir. Elektronlaşma, süni intellekt indi hər tərəfli tətbiq edilir və təbii ki, bu əmək bazarına da təsirsiz olmayacaq, təsir olacaq mütləq. Bəs buna biz necə hazırlaşırıq? Hansı tədbirlər görürük? Demək, qanunvericiliyin minimum tələbləri var ki, iş yerlərində sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması üçün minimum bu tədbirlər ki, həyata keçirilməlidir, həm bu işə götürənlərin üzərindədir, həm işçilərin üzərindədir. Biz bu deməli, keçirilə biləcək maksimum hissələrin qabaqcadan baş verə biləcək bədbaxt hadisələrin müəyyən risklərinin qabaqcadan müəyyən edilməsi və bu risklərə qarşı müəyyən tədbirlərin həyata keçirilməsindən ibarət böyük bir kompleks tədbirlər sistemidir. Burada biz Nazirliyimizin əmək və məşğulluq alt sistemi üzərindən müəyyən funksiyonallıqlar yaratmışıq. Bu funksiyonallıqlar içərisində işçilərə verilən fərdi mühafizə vasitələri ilə bağlı müəyyən seçim imkanıdır. İstər iş yerlərinin zərərliliyin attestasiyasının bölməsi olsun. Buna misal olaraq eyni zamanda bədbaxt hadisələrlə bağlı deməli, bütün məlumatların vahid platformunda toplanması, bu platforma üzərindən müəyyən təhlillərin aparılması, göstəricilərin müəyyən edilməsi, bu təhlillər nəticəsində müəyyən xəbərdarlıq sistemlərinin sistemdə yerləşdirilməsi ki, qabaqcadan sistem özü müəyyən edir və müəyyən xəbərdarlıq göndərir işə götürənə, istər əmək müqaviləsi bağlanarkən, istər əmək müqaviləsi bağlandıqdan sonra artıq işçilərin vaxtaşırı istər təlimatlandırması ilə bağlı olsun, istər əməyin mühafizəsi xidmətlərinin yaradılması ilə bağlı olsun ki, sistem tərəfindən bu xəbərdarlıqlar qabaqcadan işə götürənlərə ötürülür. Vüsal müəllim,
Biz bilirik ki, bu tədbirin təşkilatçıları sırasında həmçinin Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və həmçinin də Azərbaycan Sahibkarlar Konfederasiyası var və bizə maraqlıdır ki, bu istiqamətdə siyasətin yürüdülməsində bu əməkdaşlıq necə faydalı olur? Yəni, nə üçün məhz bu strukturlarla birlikdə, bu qurumlarla birlikdə keçirilir bu tədbir? Deməli, Beynəlxalq Əmək Təşkilatının konvensiyaları var ki, dövlət olaraq biz də bu konvensiyalardan artıq səsləndirildiyi kimi 59-a yaxın konvensiya, 59 konvensiyaya biz qoşulmuşuq və sonuncu olaraq fundamental konvensiyalardan biri əməyin gigiyenası haqqında 155 nömrəli konvensiyadır. Bu konvensiyanın tələbləri var ki, siyasət olaraq dövlət, həmkarlar, yəni işçilər və işə götürənlər birlikdə bütün tədbirlərin həyata keçirilməsinə bir yerdə işləməlidirlər. Və bu baxımdan biz çalışırıq ki, bütün proseslərimizdə nəzarət tədbirlərimiz olsun, istər maarifləndirmə tədbirlərimiz olsun, sosial tərəfdarlarımızla bir yerdə işləyək. Çünki bu sistem bizə daha əlverişli şərait yaradır. Daha bir yerdə işləyəndə, daha çatdırılmasını, daha əlçatanlığını təmin edir. Başqa cür desək, burada qaydaları müəyyənləşdirən, belə demək mümkünsə, oyunun qaydalarını müəyyənləşdirən dövlətdir təbii ki. Amma bu qaydaların daha ədalətli olması üçün, bütün tərəfləri qane etməsi üçün digər maraqlı tərəflərlə birlikdə bu iş görülməlidir ki, bu halda digər tərəf təbii ki, Həmkarlar İttifaqlarıdır. Çünki bu qurum daxilində Azərbaycanın bütün işçiləri demək olar ki, var və həmçinin də təbii ki, biznes nümayəndələri və bu da təbii ki, Azərbaycan Sahibkarlar Konfederasiyasıdır. Təbii ki. Və mənim üçün çox maraqlıdır, sonuncu bir sualı vermək istəyirəm. Bu işlərin təşkilində əməyin mühafizəsi ilə bağlı qaydaların biznesə, iş adamlarına mane olmaması üçün nələr önəmslənir, nələrə daha çox əhəmiyyət verilir? Çox yaxşı sualdır bu. Əslində bizi də ən çox narahat edən hissələrdən biridir ki, bu diqqəti daha da artırmalıdır işə götürənlər. Bir mənalı demək olmaz buna, amma çalışdığımız ondan ibarətdir ki, bizim ilk növbədə iş yerlərində əməyin mühafizəsi mədəniyyətini yarada bilək. Çünki diqqəti daha çox ayıra bilək ki, həm işçi, həm işə götürən, həm dövlət olaraq burada biz başa düşməliyik ki, iş sağlam və təhlükəsiz iş şəraiti yoxdursa, bizim gələcək təminatımız yoxdur. Təbii. Bu bizim dövlət olaraq sosial tərəfimizdəndir. İşə götürən tərəfindən sağlam işçisi yoxdursa bunun, təbii ki, onun iş mühitində inkişafı yoxdur. Çünki müəyyən bir yatırım edir işə götürən işçiyə, ancaq onun sağlığını qorumursa orada, o müddətdə bu bir işçini itirirsə, həmin işçinin gördüyü bir növ işi itirir. Gələcək onun strateji planlarından, belə deyim ki, hədəflərindən gecikməsinə səbəb olur müəyyən bir hissədə. Biz birinci növbədə bu mədəniyyəti formalaşdırmalıyıq. Həmkarlar tərəfindən də ki, təbii ki, işçilərin hüquqları qorunur burada. Maraq o tərəfdəndir. Və sonuncu sualım, Vüsal müəllim. Bu tədbirdə biz bilirik ki, 2 panel müzakirəsi keçiriləcək və bu panel müzakirəsində sahə üzrə ekspertlər, peşəkarlar, mövzu üzrə müxtəlif istiqamətlərdə müzakirələr aparacaqlar və aktual məsələləri, ola bilər mövcud problemləri müzakirə edəcəklər. Bu panel müzakirələrindən gözləntilər nələrdir? Kimlər iştirak edəcək və aktual mövzular, əsas məsələlər, müzakirə olunan məsələlər hansılardır? Əsas da elə bu panel müzakirələrinin də mövzusunda orada deməli həm dövlət qurumları da, həm işə götürənlərin, böyük işə götürənlərdən iştirak edəcək və burada əsas panelin mövzuları var, xüsusi mövzular ayrılıb ki, daha diqqəti daha detallı şəkildə bu danışdıqlarımızın daha detallı şəkildə ictimaiyyətə çatdıra bilək. Və əsas da məqsəd bundan ibarətdir bu panellərdə. Yəni qarşılıqlı fikir mübadiləsi, tutaq ki, qarşı tərəfin, digər tərəfdaşların fikirlərini öyrənmək və bu istiqamətdə işləri daha da təkmilləşdirmək və ümumilikdə Azərbaycanda bu istiqamətdə vəziyyətin daha da yaxşıya doğru dəyişməsinə nail olmaq. Ümidlən bəli. Biz sizə təşəkkür edirik Vüsal müəllim və çox gözəl, əhəmiyyətli, vacib bir konferansın keçirilməsində bir daha uğurlar arzulayırıq və ümid edirik ki, qarşıya qoyduğunuz bütün məqsədləri çatacaqsınız və sonda
müvəffəqiyyətlə nail olacaqsınız. Təşəkkür edirəm. Çox sağ olun ki, bizə vaxt ayırdınız. Sağ olun. Bizim növbəti qonağımız Dövlət Əmək Müfəttişliyi Xidmətinin şöbə müdiri Vüsal Məmmədov idi. Və növbəti müsahibimizi təqdim etmək istəyirəm. Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının şöbə müdiri Tural Süleymanov. Tural müəllim, sizi salamlayırıq və təşəkkür edirik bizə vaxt ayırdığınız üçün. Sizə bu tədbirin keçirilməsində təşkilatçılardan biri kimi sizə də uğurlar arzulayırıq və istərdim ki, elə bu konferansla bağlı başlayaq. Konferansın keçirilməsində əsas məqsəd nədir və nələrə nail olmağa planlaşdırırsınız? Çox sağ olun, təşəkkür edirəm mən də sizə. Bu konferans adından da göründüyü kimi əsasən 2 dənə xüsusi tarixi əhatə etmişdir. 28 aprel Əməyin Mühafizəsi, Beynəlxalq Əməyin Mühafizəsi günüdür. Bir də onunla bağlı, onunla yanaşı Azərbaycan və digər hətta yaxın şərqi əhatə edən, şərq dövlətlərini əhatə edən bir vacib bir elementlərdən biri də burada Azərbaycan Respublikasında bağlanmış ilk kollektiv müqavilənin 120 illiyindən söhbət gedir. Bu müqavilə haqqında da qısaca biz tamaşaçılarımıza məlumat verək. Bunun mahiyyəti nədir? Bu mahiyyətli kollektiv müqavilənin mahiyyəti işçi ilə işə götürən arasında olan əmək münasibətlərinin qorunması, əmək münasibətlərinin tənzimlənməsini özündə ehtiva edən bir sənəddir. Bugünkü gün kollektiv müqavilələr indi sizə də məlum olduğu kimi demək olar ki, iş yerlərində işçi işə götürən arasında bugün də tətbiq edilməkdədir. Bu qanunvericiliyin tələbindən irəli gələn bir normativ hüquqi aktdır. Sadəcə olaraq bu sənədin özünün, yəni kollektiv müqavilənin 120 illik tarixi bizim üçün çox önəmlidir. Yəni bu uzun bir tarixə bağlanır. Keçmişi bildiyiniz kimi 120 il az bir devir deyil. Təbii. Yəni ona görə də biz bu tarixlərin ikisini eyniləşdirərək bugünkü konferansı planlaşdırmışıq və Tural müəllim, bu inkişaf yoluna bir nəzər salaq. 120 il ərzində bu sahədə Azərbaycan nəyə nail olur? Azərbaycan 120 il ərzində bu kollektiv müqavilənin ilkini bağlanması və həmin dövr üçün dediyimiz kimi yaxın şərqdə ilk kollektiv müqavilənin olması Azərbaycanda demokratiya ruhu barədə bizlərə xəbər verir. İşçi işə götürən münasibətlərində bir-birlərinə olan hörmətin və necə deyərlər, inamın sənədə keçidini ehtiva eləyir və bugünkü gündə artıq kollektiv müqavilələrin üzərində biz çalışırıq. Bildiyiniz kimi hazırki konferansımızda hətta biz uğurlu kollektiv müqavilə nominasiyasını da elan etmişik. Bununla bağlı müsabiqə keçirdilibdir və Azərbaycanda fəaliyyət göstərən təşkilatlar, dövlət orqanları olsa, özəl təşkilatlar da olsa belə bu təşkilatlar arasında olan işçi işə götürən münasibətlərini də kollektiv müqavilənin uğurluluğu məsələsi. Yəni hansı kollektiv müqavilə nə dərəcədə gözəl, necə deyərlər, tərəflər arasında razılaşma əsasında təbii ki yazılmışdır və eyni zamanda da bizim üçün maraqlı olan o kollektiv müqavilənin özünün icrasıdır. Kollektiv müqavilədə yazılan xüsusi halların, imtiyazların, işə götürənlərə münasibətdə, işçilərə münasibətdə hər hansı güzəştlərin, yaxud da belə deyək də, işə götürənin işçiyə verdiyi imtiyazların hansı şəkildə tətbiq olunması, yəni həyata keçirilməsi, bu uğurun olması məsələsi bizim üçün çox önəmlidir və nominasiya elə bilavasitə də bu dediklərimiz meyarlar üzərindən götürülməklə artıq təltif etmələr də olacaqdır. Sırf bu dediyimiz kateqoriya üzrə 6 və eyni zamanda da əməyin mühafizəsi ilə bağlı da bizim yenə də bir hal-hazırda nominasiyamız olubdur. Bununla da bağlı müsabiqə elan etmişik və oradan da bağlı 5 dənə seçilmiş təşkilat var. Mən hadisələri qabaqlamaq istəmirəm. Onu tədbir gedişatında siz görəcəksiniz, şahid olacaqsınız ki... Bəli, bununla bağlı Dost-TV-də də biz məlumatlar verəcəyik. Bəli, bəli. Bəs, Tural müəllim, hal-hazırda Azərbaycanda
işçilərin hüquqlarının qorunması baxımından vəziyyət necədir? Əməyin mühafizəsi ilə bağlı vəziyyət necədir? Necə qiymətləndirmək olar? Mən sizə bir məlumatı da vermək istəyirəm. Bildiyiniz kimi Həmkarlar İttifaqlarının ən əsas, ən vacib belə deyək də, xəttlərindən biri əmək hüquqları, işçilərin sosial-iqtisadi hüquqları və təbii olaraq ki, sağlamlıq və əməyin mühafizəsi qaydalarına ictimai nəzarətin həyata keçirilməsidir. Azərbaycan Respublikası Həmkarlar İttifaqları Konfederasiyası deməli aprel ayında özünün əməyin mühafizəsi və hüquqi yardım mərkəzinin artıq açılışını elan etmişdir. Yəni bu nə deməkdir? Burada biz artıq bizim əməyin müfəttişləri, əməyin təhlükəsizliyi müfəttişləri və hüquq müfəttişlərinin birgə cəmləşdiyi bir mərkəzin artıq açılışını etmişik ki, bu mərkəz vasitəsilə insanlar hər hansı bir narazılıqları olacağı təqdirdə. Ora necə müraciət edə bilərlər vətəndaşlarımız? Həm belə deyək, telefon vasitəsilə müraciət etmək mümkündür, həm fiziki olaraq yaxınlaşaraq öz müraciətlərini etmək mümkündür. Harda yerləşir? İçəri şəhərdədir, içəri şəhərdə yerləşir. Çox qısa bir müddət ərzində, qısa müddət daha doğrusu zaman bundan öncə bir 10 gün olar. Oranın açılışı artıq baş tutdu. Və bununla bağlı, yəni yeni açıldığına görə hələm tam belə deyək, ictimaiyyətin ola bilsin ki, məlumatı yoxdur, amma artıq bununla bağlı müəyyən məlumatlandırma işlərinə başlanılır. Məlumatlar hər tərəfdə yayımlanacaq, bildiriləcək və bizim işimizin yenə də bayaq söylədiyimiz kimi Həmkarlar İttifaqlarının ana xətti işçi-işə götürən münasibətlərində əmək hüquqlarının müdafiəsi, sağlamlıq, əməyin mühafizəsi, bunların kompleks şəkildə həyata keçirilməsi və bu istiqamətdə müəyyən işlərin görülməsidir. Hansı ki, biz bax bu işlərin içində gördüyümüz odur ki, bu mərkəz artıq yaradılıb və bizim bu mərkəzlə bağlı çox böyük belə deyək planlarımız var. Uğurlar arzulayırıq bu mərkəzin fəaliyyətində də. Turan müəllim, və istədim növbəti sualı belə bir sual verim. Əməyin mühafizəsi ilə bağlı demək olar ki, iki əsas tərəf var. Biri işə götürənlərdir, digəri isə işçilərdir. Və burada nizamlayıcı tərəf təbii ki, dövlətdir. Bu qaydaları belə deyək, müəyyənləşdirir, oyunun qaydalarını belə demək mümkünsə müəyyənləşdirir. Və eyni zamanda Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası, Həmkarlar İttifaqları ümumiyyətlə bu sahədə bəlkə də daha çox məlumatlı olan bir qurumdur. Çünki hər iki tərəflə müəyyən münasibətləri var, işbirliyi var, əməkdaşlığı var və istədim elə sizə bununla bağlı sual verim ki, bu sahədə indi ən aktual məsələ, bəlkə problemlər nədir? Hansı məsələləri həll etmək bizim qarşımıza duran əsas hədəf kimi dayanır? Çox diqqət çəkdiyiniz məsələ çox önəmlidir və Həmkarlar İttifaqları Konfederasiyası olaraq biz ilk təşkilatlarımızda və sahə ərazi təşkilatlarımızda da sırf bu məsələlərlə bağlı hal-hazırda maarifləndirmə işlərini həyata keçirdirik. Belə ki, qanunvericiliyə əsasən bildiyimiz kimi Azərbaycan Respublikasında Həmkarlar İttifaqları ictimai nəzarəti həyata keçirilə bilir və bildiyimiz kimi bizim daimi tərəfdaşımız olan, əməkdaşlıq etdiyimiz Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında əmək müfəttişliyi xidməti bilavasitə dövlət nəzarətinin həyata keçirilməsi adı çəkilən xidmət tərəfindən təmin olunur və bildiyimiz kimi bu xidmətlə də bizim hal-hazırda işbirliklərimizin, münasibətlərimizin daha da dərinləşdirilməsi üzərində işlər görülür, danışıqlar aparılır, müvafiq görüşlər həyata keçirilir və gələcək üçün əməyin mühafizəsi, işçilərin iş şəraiti, onların sağlamlığı
baxımından vəziyyətin daha da yaxşılaşdırılması məqsədi ilə işçi qrupların yaradılması planlaşdırılır ki, gələcəkdə bunlar işçi qaydada həm dövlət nəzarəti adı çəkilən xidmət tərəfindən, eyni zamanda da Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası tərəfindən isə ictimai nəzarətin tətbiq edilməsi nəticəsində bu qeyd etdiyiniz əməyin mühafizəsi, işçilərin sağlamlığı və sair bu sahədə kompleks işlərin görülməsi və bilavasitə maarifləndirmə xarakterli, ilkin olaraq yerlərdə maarifləndirmə işlərinin görülməsi, müəyyən müəssisələrdə ağır iş şəraitində çalışan iş yerlərində olan əməkdaşların müəyyən mənada təlimlərə cəlb olunmasında, onlarla hər hansı bir maarifləndirici söhbətlərin aparılması, qanunvericiliyin tələbləri, normalar barədə məlumatlılıqların artırılması baxımından işlərin görülməsi davam etdirilir və gələcəklə də bağlı bir çox layihələrimiz var. O layihələrlə də bağlı biz ümid edirik münasibətlər daha da dərinləşdikcə siz daha ətraflı məlumatlı olacaqsınız və eşidəcəksiniz. Təbii olaraq ki, bu sahə bizim ən həssas sahələrimіздəndir. Ona görə də biz bu sahə üzərində durmadan çalışırıq. Həmkarlar İttifaqı Konfederasiyasının sədrinin bilavasitə diqqətində olan ən xüsusi məqamlardan biri də o qeyd etdiyiniz əmək hüquqları və əməyin mühafizəsi normalarının iş yerlərində riayət olunmasıdır. Və mərkəzin də bilavasitə bayaq qeyd etdiyim yaradılmasında da məqsədimiz bu sözü gedən, sizi də görürsünüz, bax, vurğuluyursunuz, narahat edən məsələlərin həllinə dəstək verməkdir. Və sonuncu sualım, Tural müəllim, artıq bir qədər sonra, qısa müddət sonra panel müzakirələri başlayacaq və panel müzakirələrində belə deyək, bu sahədə olan əsas çağırışlar, əsas problemlər, əsas cəmiyyətin narahat edən məsələlər daha diqqətli, daha detallı müzakirə ediləcək. Bu panel müzakirələrində hansı məsələlərin daha çox qabardılmasını istərdiniz? Gözləntiləriniz nədir ümumiyyətlə bu konferansın keçirilməsində? Demək, bildiyiniz kimi bizim bugünkü konferans rəqəmsallaşma və süni intellektin iş yerlərinə təsir edir. Heç kimə sir deyil ki, inkişaf edən dünyada, hansı ki biz də onun tərkib hissəsiyik, hər kəsi süni intellektin inkişafı hansısa mənada sevindirir. Yəni daha müəyyən məsələləri əlçatan eləyib, müəyyən məsələləri asanlaşdırıbdır. Hansısa bir informasiyanın, hansısa bir məlumatın əldə olunması, hansısa bir işin hətta, xidmətin hətta, yəni belə deyək, texniki tərəflərinin həyata keçirilməsi baxımından layihələndirmələr və sair süni intellekt vasitəsilə həyata keçirilir. Süni intellekt bütün iş yerlərinə təsiri var. Təbii olaraq ki, biz Azərbaycan Respublikası Həmkarlar İttifaqları Konfederasiyası olaraq bu məsələnin həm müsbət bir tərəflərini dəyərləndiririk, eyni zamanda da iş yerlərinə süni intellektin, rəqəmsallaşmanın bəlli bir mənfi təsirlərinin də olunması ehtimalları nəzərə alınmaqla bugünkü günün konferansı bilavasitə bu mesajların, bu məlumatların cəmiyyətə çatdırılması və burada bayaq da qeyd etdiyiniz kimi rəqəmsallaşmada, süni intellektdə həll üsullarının axtarılmasıdır. Və biz panel müzakirələrdə panelistlərimizdən bildiyiniz kimi mütəxəssislər, ixtisaslaşmış şəxslərdir. Onlardan gözləntimiz odur ki, bilavasitə cəmiyyətə çağırışlar bildirsinlər, çağırışlar etsinlər və həll üsulları barədə ən azından bəlli bir mesajlar versinlər ki, bu intellekt, süni intellekt inkişafı bizim cəmiyyətimizə mənfi yox, müsbət tərəfdən toxunmuş olsun və biz iş yerlərindəki süni intellektin fiziki əməyi əvəz etmə məsələlərindən çox narahatıq və o nöqteyi nəzərdən də biz çalışırıq ki, bugünkü gün dünya təcrübəsini də öyrənək, müəyyən beynəlxalq təşkilatlarla danışıqlarda iştirak eləyək, tədbirlərdə iştirak eləyək ki, dünya təcrübəsini də götürərək Azərbaycanın da bu süni intellektin inkişafında Azərbaycanın da digər ölkələr kimi kənarda qalmamasına nail olaq ki, ən azından süni intellekt bizim ölkəmizə də müsbət mənada təsir etmiş olsun. Təşəkkür edirəm sizə. Çox sağ olun. Çox sağ olun ki, bizə vaxt ayırdınız və dəyərli fikirlərinizi bildirdiniz. Minnətdaram. Mən bir daha bizim tamaşaçıların nəzərinə çatdırım ki, bizim müsahibimiz Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının şöbə müdiri Tural Süleymanov idi. Müsahibimiz Azərflot şirkətinin baş direktoru Emil Həsənovdur və biz indi ondan konferans haqqında təəssüratlarını və ümumiyyətlə əməyin mühafizəsi ilə bağlı onların şirkətində
görülən işlər, onun bu haqda düşüncələrini soruşacağıq. Emin müəllim, salamlayırıq sizi. Dost TV-də xoş gəlmisiniz bizim verilişimizə. Düzdür, bizim verilişimiz bu dəfə bir qədər standartdan kənardır. Biz məhz bu konfrans, bu çox əhəmiyyətli konfransdan birbaşa olaraq buradan çəkişlərimizi eləməyə qərar verdik və verilişimizin bu buraxılışını məhz buna həsr elədik. Çünki həqiqətən çox maraqlı və zənnimcə çox əhəmiyyətli bir mövzudur əməyin mühafizəsi və biz dövlət qurumlarının nümayəndələrindən, rəsmilərdən təbii ki, bununla bağlı daim onların fikirlərini öyrənirik. Biz bununla bağlı verilişlərimizdə tez-tez bu məsələləri toxunuruq. Amma təbii ki, biznes strukturlarının, özəl şirkətlərin bu haqda fikirləri, düşüncələri, onlarda bununla bağlı görülən işlər sizin nöqteyi nəzərdən bizim üçün maraqlı olar. Zənnimcə sizin düşüncələriniz bizim Dost TV izləyiciləri üçün də çox maraqlı olar. Ümumiyyətlə, əməyin mühafizəsi bu məfhumun əhəmiyyəti haqqında nə düşünürsünüz? Və sizin şirkətdə buna önəm verilməsi, belə deyək, onun işin biznes hissəsinə, gəlirliyinə mənfi təsir göstərmirmi? Öncəliklə çox sağ olun müsahibə şansı üçün və dediyiniz kimi bu mötəbər tədbirdə iştirak etmək bizim şirkət üçün önəmlidir və dəvət aldığımız üçün də çox sevincliyik. Ümumilikdə bizim şirkətin fəaliyyəti artıq 8 il davam edir, inşaatı və istehsalat müddətini nəzərə aldıqda və biz şirkət rəhbərliyi olaraq bu sahibkardan gələn tələblər üzrə də həm də bizim özümüzün rəhbərliyi olaraq tələblərimizə əsasən ilk gündən sətəm şöbəsinin yaradılması və ümumiyyətlə inşaat prosesinin, davamında da istehsalat prosesinin təhlükəsizlik qaydalarına əsasən və qanunvericiliyə əsasən davam etməsi bizim üçün çox önəmli oldu. Bunun üçün biz lazım bütün şəraitləri qanunun tələb etdiyi və etmədiyi, hətta şirkətin könüllü şəkildə əlavə nə tədbir ehtiyacı varsa onları görmüşük. Bax, sizin şirkətdə ən çox əhəmiyyət verilən bu əməyin mühafizəsi ilə bağlı hansı hissədir? Sırf təhlükəsizliklə ilə bağlı məsələlər, yoxsa tutaq ki, işçilərin, əməkdaşların, onlar üçün iş şəraitinin yaradılması, onlar üçün onların istirahət hüquqları və s. və bununla bağlı bizim məsələlər. Sahəmiz ümumiyyətlə şişə istehsalatıdır. Şişə istehsalatı əslində şərait olaraq asan şərait deyil. Nə mənada? Yəni istehsalatın öz prosesi gedən ərazi çox istidir. Yəni 40-45 dərəcə temperatur var. Biz müasir istehsalat prosesində çalışırıq ki, minimum insan o bölgədə bulunsun daima. O sadəcə hər hansı bir təmir və yaxud da ki, bir müdaxilə zamanı ehtiyac olur. Normalda onlar üçün idarəetmə otaqları var, monitorinq otaqları var və çalışırıq ki, işçilərimiz oradan idarə edə bilsinlər. Təbii ki, 4 il ərzində istehsalat müddətində müəyyən təmir, müdaxilə, vaxtaşırı planlı müdaxilələr, planlı təmirlər dönəmində işçilər lazımi geyimləri ilə, qoruyucu geyimləri ilə 150 dərəcəyə qədər istilik olan yerdə belə çalışa bilirlər. Çünki bunun üçün spesifik əlbisələr var, bunun üçün spesifik qoruyucu paltarlar var ki, onların hamısı təmin olunur ki, işçilər gördükləri işlər vaxtında, belə deyək, hansısa bir çətinliyə girməsinlər. Digər tərəfdən bizdə həm də 24 saat fasilə istehsalat olduğuna görə 4 fərqli bir komanda var və onların iş rejimi də təbii ki, qanunla və onların yorulmaması və səmərəli çalışmaları üçün təmin olunur ki, onlar vaxtaşırı düzgün proqramlı şəkildə dincəlsinlər və çalışsınlar. Onların qidalanması, onların evə gedib gəlməyi, transferləri, onların tibbi sığortaları, yəni biz icbari sığortadan əlavə olaraq könüllü olaraq da tibbi sığorta təmin edirik. Hətta xanımlar üçün hamiləlik dönəmində belə dəstək olacaq tibbi sığorta ilə təmin edirik bizim şirkətdə. Bu, yenə də şirkət rəhbərliyinin və sahibkarların işçilərə ayırdığı bir diqqət olaraq əlavə bir mənfəət və faydadır ki, onu paket olaraq təqdim edirik. Bəs, Emil müəllim, bu sahədə sizin şirkətin, sizin rəhbərlik etdiyiniz şirkətin dövlət strukturları ilə, o cümlədən təbii ki, Dövlət Əmək Müfəttişliyi xidməti ilə münasibətləri, iş birliyi, əməkdaşlığı bu hansı səviyyədədir və bu sahədə
sizə hər hansı bir təzyiq, işinizə mane olan tərəflər varmı ki, bax bu problemi qaldırasınız, işıqlandırasınız ki, bu istiqamətdə dövlət sizə hansı dəstək göstərə bilər, buna baxaq, müzakirə edək. Əslində bizim bir çox dövlət qurumu ilə, burada İqtisad Nazirliyi olsun, Antisarlıq olsun, Gömrük Təşkilatı olsun və yaxud da ki, əmək mühafizəsi olaraq bir çox təşkilatla səmərəli əməkdaşlığımız var. Və burada bizim inisiativamız da var, onlar tərəfindən göstərilən inisiativlər də var və biz bunu daha çox öz proseslərimizi və ya prosedurlarımızı daha da necə təkmilləşdirə bilərik kimi baxırıq. Yəni yoxlamadan ziyadə əsas belə deyək də, əsas istiqamətdə bu təşəbbüslərin əsas istiqamətləri ən aktual, maraqlı cəhətləri nədir? Bu haqda nə maraqlı cəhət misal olaraq bir həm şirkət daxilindəki qanuni tələblərin daha effektiv şəkildə implementasiyası. Yəni bu bir növ audit də deyə bilərik, amma həm buna daxili, həm də xarici audit deyə bilərik. Çünki biz zaten şirkət daxilində müəyyən bir daxili audit prosesləri var. Komanda var ki, gəlir hər bir biznes prosesləri, əməliyyat proseslərini yoxlayırlar və onların yazılmış şəkildə hər bir yeni gələn əməkdaş üçün bir manual olaraq yaradılır. Amma bu proseslərin vaxtaşırı, bu əməkdaşlıqlar sayəsində fərqli dövlət təşkilatlarla birgə əməkdaşlıqda yoxlanılması və yaxud da ki, onlardan fikir alınması, bir geri dönüş alınması, yeni çıxan qanunlarda və ya yeni çıxan belə deyək, metodlarda və ya süni intellektdə nəyisə daha effektiv şəkildə idarə edə biləriksə, bu əməkdaşlıq onda faydası var ki, biz bu yeni məlumatlar əldə edərək öz daxili proseslərimizi daha da təkmilləşdirə bilirik. Və bu yekunda da yenə də həm şirkət üçün, həm də çalışanlar üçün əlavə bir dəyərdir. Bayaq vurğuladınız, yəni işçilər üçün yaradılan bu səmərəli iş ortamı, təhlükəsiz iş ortamı, onların düzgün qidalanması, onların rahatlıqla işə gəlib getməsi, onların yaxşı iş şəraitində çalışması təbii ki, öz bəhrəsini onların işçilərin o verimliliyinə, işçilərin şirkətə qatdığı dəyərdə özünü büruzə edir. Və təbii ki, o özünü büruzə etdikdən sonra bizim də şirkətin gəlirliyi, mənfəəti artır və biz yenidən onun bir hissəsini yenidən öz çalışanlarımıza çox gözəl mövqedir və mən sizə uğurlar arzulayıram bununla bağlı. Amma istərdim sonda, söhbətimizin sonunda bu konferansla bağlı fikirlərinizi də soruşum. Konferansda gözləntiləriniz nədir və nə üçün gəlmisiniz bu konferansa? Əslində belə konferanslar dediyim kimi, yəni müəyyən yeniliklərdən məlumatlı olmaq üçün, beynəlxalq praktikalardan məlumatlı olmaq üçün çox gözəl bir imkandır. Və giriş nitqində də cənab nazir bildirdi ki, bu əməkdaşlıqlar dediyimiz kimi 28 aprel beynəlxalq əmək mühafizəsi olaraq bir qeyd olunan bir tarixdir. Və biz də ümid edirik ki, bu konferans çərçivəsində özəlliklə süni intellekt bizə daha maraqlıdır bugünkü müasir dövrdə və onun da çıxacaq yenilikləri yaxından izləmək istəyirik və öz şirkətimizdə gələcəkdə təkmilləşdirə biləcəyimiz və implementasiya edə biləcəyimiz strategiyalarla və yaxından maraqlanacağıq. Çox sağ olun ki, bizə vaxt ayırdınız. Təşəkkür edirəm sizə və uğurlar arzulayıram fəaliyyətinizdə. Bizim tamaşaçılarımız üçün bir daha xatırladım ki, bizim müsahibimiz Azərflot şirkətinin baş direktoru Emil Həsənov idi. Belə, bizim bugünkü müzakirələrimiz yekunlaşır və bir daha xatırladıram ki, bizim bugünkü verilişimiz Ümumdünya Əmək Mühafizəsi günündən həsr olunmuşdur. Sağ olun, sağlıqla qalın.